bu şəkilçiləri qrammatikdir. Və mən bura mən yazdım. Mən yazanda bura nə yazacağım? Ben yazdım. Onda bu mını biz bura niyə görə artırdıq? Mən nədir? Şəxs əvəzliyidir. Onda mı nədir? Şəxs şəkilçisidir. Mən yazdım. Mən yazdım. Əgər d zaman şəkilçisidirsə, d-dan sonra mənə görə biz yenidən ora mı artırmışıqsa, onda mıya ayrıca nə edəcəyik? Qrammatik şəkilçi kimi baxacağıq. İndi bildinizmi d nə zaman ayrılır? D şəxs şəkilçisindən ayrılır. D r-dan məni də çək. D nə zaman ayrılır? Mən deməli d nə zaman ayrılır? D şəxs şəkilçisindən ayrılır. R-dan ayrılmır. Deməli dır-dır-dır, dım-dım-dır, dık-dık-dır. Başa düşdünüzmü? Siz d-da, Dəniz qızım başa düşdünüz səhvin mən balam. Biz d-da d-nı r-dan ayıra bilməyəcəyik. Dır-dırdır, istəyirsən sözün ortasında gəlsin, istəyirsən sözün axırında gəlsin, ortasında gələndə leksikdir, axırında gələndə qrammatikdir, amma bir-birindən Elxan ayrılmamaq şərti ilə. Və bugün siz xeyli şəkilçi öyrəndiniz. Ən azından zaman şəkilçilərinin qrammatik, şəxs şəkilçilərinin yenə də ayrıca bir qrammatik olduğunu öyrəndiniz. Başa düşdünüzmü? Bak bugün sizin kazancınız ne oldu? Dır-dırdır. İster ortada, ister axırda. Ortada leksik, axırda qrammatik. Ama dırda d-dan sonra ayrı hərf görsəz, o hərf deməli nəymiş? Şəxs şəkilçisi. Düz deyirsən, qrammatik deyən də düz deyir, şəxs şəkilçisi deyən də düz deyir. Çünki şəxs şəkilçisi həmişə... Bəli. Mahir, mən bura sən yazdım. Bura nə yazacağım bala? Sen yazdım. N özü ayrıca qrammatik. Mən bura o yazdım. O da şəxs sonluğu götürür. O mən yazdı. bura biz yazdım. Biz yazdık. Siz yazdınız. Onlar yazdı. Deməli, lar həmişə. Gördünüz mü ay uşaqlar? Buranı bir qəşək tut, uşaqlar yaxşı görsün. Qoyun tükümü də bu yüzeylə. Aha. Gördünüz mü ay uşaqlar? D-dan sonra nə gələndə d-nı ayrı götürmək olar? Bugün biz nə öyrəndik? Şəxs şəkilçisi. Şəxs şəkilçisi nədir? Şəxs əvəzliyinin törəməsidir. Törəməsi. Şəxs şəkilçisi nədir? Nəyin törəməsidir? Şəxs şəkilçisi şəxs əvəzliyinin törəməsidir. Aydındırmı? Bax bu qədər uşaqlar, bir də qaydaq dala. Feildən düzələn feillər, məçul, icbar, qarşılıq birgə, ona görə də bu şəkilçilərə leksik şəkilçi deyəcəyik, söz düzəlti şəkilçi deyəcəyik, feildən düzələn feil deyəcəyik, eyni köklü feillər deyəcəyik. Fikrim çatır? Bu qədər.